Allah məndən razı olsun, İmam Hüseyin məni çox sevsin, Peyğəmbər məni sevsin. Mən görmüşəm, bir dənə rolik düzəldirlər, mənim söhbətlərimdən gülüş işarələri qoyurlar, bəlli o cərəyanlar. Sən deyirsən ki, adam namazı vaxtında qılsın ki, Peyğəmbərin adamdan xoşu gəlsin, deyir, bu şirkdir, Allah ancaq. Bəzi avam adamlar da tora düşür, düz deyir, Allah ancaq Allah. Amma Allah Quranda deyir ki, Vallahu və Rəsuluhu haqqı ən yurzuh. Deyir, Allahla Peyğəmbərinin razı olmağı daha layiqlidir. Niyə deyir Peyğəmbər şirk eləyir Allah? Allaha da deyərlər, bunların əlacı olsa ki, Allah da şirk eləyir. Əstəğfurullah, öz-özünə şərik qoşur. Allah deyir ki, Allah və Peyğəmbər adamdan. Niyə deyir Peyğəmbər? Sinir Allah razı olsun. Ne üçün deyir? Burada nə hikmət var ki, Allah və Peyğəmbəri, Allah və İmam, ne üçün? Çünki biz özümüz kimi bir varlığı daha tez hiss edirik. Peyğəmbər bizim kimi daha insandır. Onun razılığını daha tez hiss edirik. Allah yolu asanlaşdırmaq üçün dostlarını da göndərib ki, bunlar meyardır mənim razılığım üçün. Bu səndən razıdırsa mən də razıyam. Burada şirk var. Bu tohidin özüdür, tohidin həqiqətidir. Tohid budur. Quranda da deyir ki, Allah və Peyğəmbərini razı sal. Bu tohidin özüdür, həqiqətidir.